Salam dostlar, hər vaxtınız xeyirli olsun. Əslində danışmadan paylaşım etmək istəyirdim səsim düzələnə qədər. Lakin son bir həftədə izləmə sayı artdığı üçün sizə bu səsimlə olmuş olsa da təşəkkür etməyi özümə borc bildim. Yeni qoşulanlar üçün deyim ki, bu kanalda elm, şəxsi inkişaf, kitablar, mənəvi dəyərlər və sair kimi mövzulara toxunacağıq. Eyni zamanda müəyyən izləyici sayına çatdıqdan sonra qonaqlarımız olacaq. Və bu qonaqlar əgər istəsəniz sizlər də ola bilərsiniz. Sizi daha çox düşündürən mövzuda və ya oxuduğunuz hər hansı kitab, fəaliyyətiniz haqqında və sair danışa bilərsiniz. Bunun üçün nə edək? Sayımızı artıraq və bu məsələdə sizə güvənirəm. İndi isə keçək əsas mövzumuza. Biz Harvard Business Review-nun oxunmalı onluq seriyasına başlamışıq. Məndə hal-hazırda bu qismdən 10 kitab var. Bunların sayı arta da bilər. Və hər həftə bu kitabların biri ilə tanış oluruq. Liderlik, innovasiya, strategiya kitablarından danışmışıq ötən videolarda. İstəsəniz həmən videoları da izləyə bilərsiniz. Bugün isə Kendinizi Yönetmək adlı kitabdan danışacağıq. 3 əvvəlki kitablar Azərbaycan dilində idi. Digərləri isə türk dilindədir. Hər bir halda tərcümə edənlərə və nəşr edənlərə təşəkkür edirik. Belə aktual mövzular ilə bizim elmimizi artırdıqları üçün. İlk öncə kitabın mündəricatını paylaşıram. Buradakı 10 məqalənin adları ilə tanış oluruq. Sonra sizinlə sağollaşıram və mən sizinlə sağollaşdıqdan sonra videonun sonunda hər 10 məqalənin kitabda olan özət fikir, Azərbaycan kitablarında isə biz buna yığcam izah deyirdik. Özət fikir deyilən hissəsinin şəklini çəkib ekranda yerləşdirirəm. Qeyd edim ki, bu kitablar özət fikirlərdən ibarət deyil. Özət fikir ilkin informasiya xarakteri daşıyır. Kitabları əldə edib oxumağınız daha yaxşı olar. İndi isə Kendinizi Yönetmək kitabının mündəricatı ilə tanış olaq. Kendini yönetmək. Yönetim zamanı. Maymun kimin sırtında? Dayanıklılığın biləşənləri. Zamanınızı deyil, enerjinizi yönetin. Aşırı yüklənmiş devrələr. Daha iyi bir lider olun, daha zəngin bir həyatınız olsun. İşinizi geri alın. Möhtəşəmlik anları. Aynadakı insana sorulacaq sorular. Liderliyin təməli. Başqalarını idarə edə bilmək üçün özünü idarə etməyi bacarmalıdır insan. Özünü idarə etmək üçün isə özünü tanımalıdır. Bu yanaşma ilə Kendini Yönetmək məqaləsində belə yazır. Mükəmməl bir yaşam qurmaq üçün özünüzə bu sualları verin. 1. Güclü tərəflərim nələrdir? Qeyd edir ki, bunu geri bildirim analizi ilə edin. Az sonra bu haqda danışacağıq. Və deyir ki, geri bildirim analizinin nəticəsi olaraq güclü tərəflərinizi öyrənəcəksiniz. Güclü tərəflərinizi daha da gücləndirin. Çünki bunu etmək daha asandır. Amma dostlar, bu o demək deyil ki, zəif tərəflərimizin üzərində işləməməliyik. İkinci sual. Mən necə çalışıram? Oxuyaraq bilgi əldə edirəm, yoxsa müzakirə edərək bilgi əldə edirəm? Mən bir işi görərkən daha çox komanda şəklində görməyi xoşlayıram, yoxsa tək görməyi xoşlayıram? Üçüncü sual. Dəyərlərim nələrdir? Əxlaq qaydalarım nələrdir? Mənim dəyərlərim qurumun kurallarına uyğun gəlirmi? Yəni işlədiyimiz şirkətin qaydalarına uyğun gəlirmi? Dördüncü sual. Mən hara aidəm? Dostlar, ilk 3 sualın cavabını doğru biz tapsaq, hara aid olduğumuzu da doğru tapacağıq. 5-ci sual. Mən necə faydalı ola bilərəm? Deməli dostlar, yenə də qaydırıq ilk 3 sualın cavabına. Biz ilk 3 suala dayanaraq faydalı ola bilərik. Doğrudur, bəzən mühitə məcbur oluruq. Yenə də fayda veririk. Amma bu fayda o fayda deyil. Necə deyərlər, bu faydalı fayda deyil və çox vaxt uzun ömürlü olmur. Bu məqalədə hər birimiz üçün çox önəmli olan nəzakət və görgü məsələlərinə toxunulur. İlk öncə geri bildirim analizi necə edilir ona baxaq. Hesab edək ki, plan qurmuşuq, bir işə başlayırıq. Hədəflərimizi yazırıq. Bu iş bitdikdən sonra əldə etdiklərimizi yazırıq. Daha sonra hədəflərimiz ilə əldə etdiklərimizi müqayisə edirik və bu geri bildirim analizidir. Məqalədə belə yazır. Geri bildirim analizi edən zaman bəzi işlərin uğursuz olma səbəbinin nəzakət və görgü eksikliyindən qaynaqlandığını görəcəksiniz.
və görgünü belə təsvir edir dostlar. Görgü, lütfən, təşəkkür edərim, bir insanın ismini unutmamaq ya da ailəsinin hatırını sormaq kimi basit şeylər iki insanın bir-birlərindən hoşlansalar da, hoşlanmasalar da birlikdə çalışmasına olanak sağlar. Yəni dostlar, görgü iki insanın bir yerdə çalışmasına şərait yaradır. Hansı ki, çox bəsit nəzakət davranış qaydaları ilə etmək olar bunu. Yəni ki, təşəkkür edirəm, lütfən, buyurun, rica edirəm kimi sözlər, bir əməkdaşımızın, iş yoldaşımızın adını unutmamaq, yəni bu önəmli məsələdir, çalışaq bir-birimizin adını yadda saxlayaq və ailəsinin xətrini soruşmaq. Bunun kimi çox bəsit qaydalar belə iki insanın bir yerdə işləməsinə şərait yaradır. Və davam edir. Zeki genç insanlar bunu çox vaxt anlamazlar. İndi səsləndirəcəyim cümləyə dostlar diqqət edin. Yazır, əgər analizlər parlaq bir işin digərlərindən işbirliyi istəndiyi nöqtəyə diqqət edək. Digərlərindən işbirliyi istəndiyi nöqtədə təkrar başarısız olduğunu göstərirsə, bu muhtemelen nəzakət və görgü eksikliğine işaret eder. Deməli dostlar, biz bir iş götürmüşük, iş parlaq işdir, hər şey öz qaydasında gedir, amma baxırıq ki, bir nöqtədə təkrar uğursuzluq olur. Bu hansı nöqtədir? İş birliği istəndiyi nöqtədir. Deməli bizdə bir nəzakət, görgü eksikliği var ki, bir-birimiz ilə iletişime keçib iş birliği halında işləyə bilmirik. Burada bir kənara çıxma etmək istəyirəm. Belə aydın olur ki, nəzakətli olmaq şərtdir. Nəzakətli ifadələr işlətmək mütləqdir. İndi dostlar, bir sual çıxır meydana. Nəzakətli görünənin görgüsü tamdırmı? Çünki görgü çox geniş anlayışdır və hər sahədə özünü göstərir. Hər gördüyümüz nəzakət həqiqi nəzakətdirmi? Burada mən bir nüansa diqqət etməyə xahiş edirəm. Həqiqi nəzakəti süni nəzakətdən ayırmalıyıq. Bugün nəzakət ifadələrini hər kəs bilir və işlədir. Hamı bir-birinə çox sağ olun, təşəkkür edirəm, minnətdaram, buyurun, rica edirəm və s. kimi gözəl ifadələr işlədir. Bəzən bunu işlətməyə məcburdur, ona görə işlədir. Bəs yalanı həqiqətdən necə ayıraq? Mən öz təcrübəmdə bunu insanın görgüsü ilə ayıraram adətən və işimə yarayır. Bir misal çəkək, bəlkə sizə də maraqlı olar. Hesab edək ki, bir ortamdayıq. Nəzakətli ifadələr işlədən biri ilə tanış oluruq. Bu anda səbirli olaq, biraz söhbət edək, izləyək. Bəzən görürük ki, görgü şərtlərini pozan elə bir kobud hərəkət, kobud ifadə, yersiz zarafat və s. edir ki, onun o nəzakətinin süni olduğunu anlayırıq. Doğrudur, belə hal insanı peşiman edir. Amma nə etməli? Reallıq ilə razılaşmalıyıq. Qənaətim budur ki, günümüzdə bir insanın görgüsündən əmin olmadan nəzakətinə güvənmək olmaz. Bu aldatıcı ola bilər. Sizə görgü çatışmazlığından əziyyət çəkən insanlardan, mühitdən uzaq olmağı arzu edirəm. Ümid edirəm ki, aid olduğunuz yerdəsiniz və ya o yeri ən qısa zamanda tapacaqsınız. Burada sizinlə sağollaşıram. Siz isə videonu dayandırmaq üçün tələsməyin. 10 məqalənin yığcam izahlarını ekranda yerləşdirəcəm. Faydalı olar inşallah. Hansı məqaləni istəsəniz ayrıca müzakirə edərik. Növbəti videoda görüşənədək özünüzə yaxşı baxın. Allah amanında qalın.